Bugünkü mövzumuz look like, take after və be like. Looks like hörmazə. O anasına bənzəyir. Yəni xarici görünüş cəhətdə. Və bu look like-la ona oxşarlıqları bildirir. He takes after his father. O atasına oxşayır. Burada həm xasiyyəti, həm də xarici görünüşü bildirir. Be like isə yalnızca xarakter baxımından oxşarlıqdır. Artıq biz be like deyəndə orada xarici görünüş yəni nəzərə alınmır. O oxşarlığı bildirmir. Məsələn, what's she like? Yəni o xasiyyəti necə biridir? She is kind, o mehribandır. Sonra ümumi olaraq yəni look like sadəcə xarici görünüşü bildirir. Take after ailə daxili oxşarlıqdır və həm xarici görünüş, həm də xarakter, yəni ailə daxili daha. Be like isə yalnızca xarakter cəhətdən oxşarlığı bildirir.